Salam, bugün sizə izah edəcəyim monitoring hazırlıq, yəni 6-cı sinifdən bir mətn sualı olmuş olacaq. Mətnimiz Kəlağay mətnidir. Qısa mətn olduğuna görə mən bunu oxumağa çalışacağam və bu arada xatırladım ki, mətni oxuyaraq nəyi vurğulamaq lazımdır? Onu intonasiya formasında ümumi təsəvvür yaradılması, yəni bunun mətni rahat həllini tapmağın bir ipucudur. Ümumiyyətlə, mətn mövzusunun belə deyək, təhlili, onun üslubları və digər hissələrini biz ödənişli dərslərimizdə şagirdlərə daha ətraflı öyrədirik. Sadəcə burada bir mətndir və bu mətnin aid olan sualların həllidir, yəni izahıdır. Davam etdik, hansı ki Kəlağay mətnimiz var və bu mətni oxumağa çalışıram. Azərbaycan xalqının qədim mədəniyyət nümunələri arasında Kəlağay xüsusi yer tutur və əhəmiyyəti ilə seçilir. Bu incə ipək başörtü xalqımızın mədəniyyətini simvolizə edən və nəsillər arasında mənəvi əlaqə yaradan sənət əsəridir. Kəlağay əsrlərdir ki, Azərbaycan qadının zərifliyini, mənəvi gücünü və həyat fəlsəfəsinin rəmzi olmuşdur. Kəlağayın hazırlanması yüksək bacarıq və səbir tələb edən mürəkkəb bir prosesdir. Bu sənət əsəri əsasən keyfiyyətli ipəkdən hazırlanır və zəngin naxışlarla bəzədilirdi. Onun tarixi çox qədimlərə uzanır və ipəkçiliyin inkişafı ilə yaxından bağlıdır. Azərbaycanda ipəkçilik əsasən Şəkidə təşəkkül tapmış və burada istehsal olunan kəlağaylar böyük ipək yolu vasitəsilə müxtəlif ölkələrə ixrac edilmişdir. Kəlağayının rəng və naxışları dərin mənalara malikdir və ənənələr çərçivəsində həyatın müxtəlif mərhələlərində istifadə olunur. Yaşlı qadınlar adətən sakit və tünd rəngli, sadə naxışlarla bəzədilmiş kəlağaylara üstünlük verirlər. Buna misal olaraq soğani, soldurma, qəhvəyi rəngləri göstərmək olur. Gənc qızlar isə gündəlik həyatlarında parlaq rənglə kəlağaylar geyinərlər və hətta yas mərasimində belə qara kəlağayı örtmürlər. Eyni zamanda bəzi rənglərin, məsələn, göy, qırmızı, qızılı oxra tonlarının şəffafverici xüsusiyyətlərə malik olduğu düşünülür. İnanclara görə kəlağayı bəd nəzərdən və fəlakətlərdən qorunma gücünə malikdir. Tarixən kəlağaylar üzərində xüsusi naxışlar, o cümlədən buta forması işlənmişdir. Orta əsrlərdə bu naxışlar istehsalçının şəxsi möhrü rolunu oynayırdır. Məsələn, istehsalçı yumruğunu boyaya batırıb kəlağayının üzərinə basmaqla onun kimə məxsus olduğunu müəyyənləşdirirdilər. Kəlağay üzərindəki naxışlar iki qrupa ayrılırdı. Kəlağayının qıraqları boyunca vurulan və haşiyə əmələ gətirən şəkillər, künclərə və ortaya vurulan təsvirlər. Kəlağayının yeləni, yəni haşiyəsi, başqa sözlə ətrafı, kənarları deyə bilərik. Bəzən isə xonçası, yəni ortası, basma naxışlı üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Azərbaycan kəlağay sənəti UNESCO tərəfindən 2014-cü ildə qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ölkədə 26 noyabr Azərbaycan kəlağayısı günü olaraq qeyd edilir. Mətnimizi oxuduq, indi mətnimizə aid olan sualları birlikdə cavablandıraq. Deməli, birinci sualımızda nə deyir? Biri mətnin giriş cümləsi ola bilər. Baxın, biri mətnin giriş cümləsi ola bilər. Biz mətnin 3 hissəyə ibarət olduğunu bilirik. Giriş, əsas və nəticə. İndi giriş hissəyə hansı cümlə uyğun gəldiyini tapırıq. A variantında kəlağay Azərbaycan xalqının incə zövqünü, milli ənənələrini və tarixi irsini yaşadan simvolik sənət nümunəsidir. B-də kəlağayı xüsusi naxışlarla bəzədilir. C-də yaxın şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağaylar ölçü və rəng cəhətdən müxtəlif olur. D-də kəlağay istehsalında müxtəlif bitki növlərindən boyaqlar hazırlanır.
Biz mətnin giriş hissəsindən nədən ibarət olduğunu bildik. Yəni Azərbaycan xalqının ümumi mədəniyyət nümunələri arasında Kəlağayın da xüsusi yer tutduğunu və əhəmiyyəti ilə seçildiyini aid olan bir cümlə görmüş olduq. Birinci A variantını daha yaxın giriş cümlə hesab edirik ki, Azərbaycan xalqının incə zövqünü və mənəvi ənənələrinin tarixi irsini yaşadan simvolik sənət nümunəsi məhz Kəlağayı olduğuna bir işarədir və bu ilk cümləmiz giriş cümləsi, yəni giriş hissəsinə aid olan bir cümlə olduğunu əminliklə deyə bilərik. Deməli, doğru variantımız A variantı olmuş oldu ki, hansı ki biz ümumi informasiyanı, belə deyək, faktları, ümumi məlumatı biz giriş hissəsində veririk. Və bu deməli, məlumat da giriş hissəyə uyğun olmuş oldu. Davam edirik ikinci sualla. İkinci sualda deyir, mətin yarımbaşlıqlarının düzgün ardıcıllıqla göstərin. Baxaq, yarımbaşlıqları dedikdə biz, yəni onu belə deyək də, abzas formasında aid olduqlarını seçərək biz onu ardıcıllığına göstərmiş olacağıq. Deməli, nəyə götürə bilərik? Birdə deyir Kəlağayının rəng mənaları, 2-də Kəlağay sənətinin qeyri-maddi irsi siyahısına daxil edilməsi, Kəlağay üzərində naxışların növləri, Kəlağayının tarixi və əhəmiyyəti. Baxaq uşaqlar, nəyə? Hansı ki, elə sondan başlayaq. Niyə? Çünki bizdə mətnin sonunda nə deyirdi? Azərbaycan Kəlağay sənəti UNESCO tərəfindən 2014-cü ildə qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi. Bu informasiyanı baxırıq 2-dir. Deməli, biz elə informasiyanı seçməliyik ki, bax bu, daha doğrusu elə variantı seçməliyik ki, bu 2 sonda olsun. Bu isə bir C variantında, bir də A variantına uyğunluq göstərir. Ona görə biz B-ni və D-ni çıxmış sayırıq. Hesab edirik. Baxaq. Deməli, daha sonra nə deyir? Deyir ki, birinci Kəlağayının rəng mənaları. Bu rəng mənaları demək olar ki, mətnin orta əsas hissələrinə aiddir. Nəinki ilk başlığına aiddir. Bizdə ilk olaraq nə verilib? Kəlağayının tarixi və əhəmiyyəti. Baxın, əvvəl nədən danışılırdı mətnimizin əvvəlində, giriş hissəsində? Tarixi əhəmiyyətinə, yəni Azərbaycan qadının zərifliyini, mənəvi gücünü və həyatı fəlsəfəsinin rəmzi olması göstərilirdi. Ona görə də tarixi əhəmiyyətindən danışdığına görə doğru variant olaraq biz 4-ü seçə bilərik. Biz isə 2 hissədən ibarət, yəni 2 variantın daha doğru olacağını işarə etmişdik ki, hansı ki bu A-la C ola bilər deyə işarə eləmişik. Hansı ki 2-ni sonda qoymuşuq. İndi 4-lə hər ikisi başlamış oldum. Daha sonra nəyi seçə bilərik? Baxırıq, deməli, Kəlağayının rəng mənaları. Bəli, birinci Kəlağayının rəngləri haqqında verir. Yəni, gənc qadınlar hansı rəngdən istifadə edirdi, yaşlı qadınlar hansı rəngdən istifadə edirdi. Bunu isə biz nəyi seçə bilərik? 4-ü birinci seçiriksə, ikinci yerə 1-i seçmiş oluruq. Aha, daha sonra biz 2-nin də sonuncu olduğunu bilərək elə 3-ü də deməli 3-cü yerdə olduğunu götürmüş ola bilərik ki, bu da Kəlağayı üzərindəki naxışların növləri, məhz ondan sonra gələn deməli sənət irsinin siyahısına salınması, daxil olmasını da götürmüş oluruq. Və doğru variantını C variantı olaraq götürürük. Yenə də deyirəm, burada tarixi əhəmiyyətini birinci olaraq seçdik və qeyri-maddi mədəni irs siyahısına salınması cümləsi isə mətnin son hissəsi idi və ona əsaslanaraq da deməli düzgün cavabı tapmış olduq. Daha sonra 3-cü suala baxırıq. Mətn haqqında deyilən fikirlərdən hansı səhvdir soruşur. Baxırıq, Kəlağayı ipəkdən hazırlanırdı. Bəli, doğrudur. Mən oxuyanda bildirmişdim ki, baxın, Kəlağayı ipəkdən hazırlanırdı. Bax, doğrudan da ipəkdən hazırlanması onun deməli əsas dəqiq fikri idi. Daha sonra bizdən isə səhvi soruşur. Beydə deyir ki, Kəlağayı yalnız yas mərasimlərində istifadə olunurdu. Xeyr, yas mərasimlərində istifadə olunmurdu. Bu variantı ümumiyyətlə saxlayırıq. C-yə baxırıq, Kəlağayı üzərində həndəsi və nəbati naxışlar var idi. Bəli, bu da mətnimizi öz əksini tapmışdır ki,
hansı ki nəbati və həndəsi naxışlar. Baxın, basma naxışlı üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu informasiya da öz əksini tapmışdır mətnimizdə. Deməli, C variantı da doğrudur. D-də isə şəkidə istehsal olunan kəlağay müxtəlif ölkələrə ixrac edilirdi. Bəli, bu da var ki, şəkidə Böyük İpək yolu vasitəsilə, daha doğrusu Azərbaycan ipəkçiliyi əsasən Şəkidə təşəkkül tapmışdır və Böyük İpək yolu vasitəsilə də dünya ölkələrinə, müxtəlif ölkələrə ixrac olunurdur. Bax, bu informasiya da öz əksini tapmış oldu. Deməli, A doğrudur, C doğrudur, D doğrudur. Səhv istədiyinə görə baxırıq ki, kəlağay yalnız yas mərasimində istifadə olunurdu. Xeyr, bu səhvdir. Çünki yəni toy, bayram düyünlərində də, ümumiyyətlə gündəlik istifadə üçün də kəlağayı istifadə olunurdu. 4-də baxırıq, mətndə hansı fikrə rast gəlinir? Hansı fikrə rast gəlinir? A variantında gənc qızlar gündəlik həyatlarında tünd rəngli kəlağaylar geyinirlər. Xeyr, tünd rəngli yox. Əksinə, onlar daha açıq rənglərdən istifadə edirlər. Hətta belə bir cümlə var idi ki, tünd rəngli heç onlar, yəni yas mərasimində də istifadə etmirdilər. Yəni, baxın, hətta yas mərasimində belə qara rəng, qara kəlağayı örtmürdülər. Baxın, bu ifadə də öz əksini tapmışdır. Deməli, səhv olan hansı fikirdə rast gəlinir deyirsə, A variantı səhv olmuş oldu. B-yə baxırıq. Kəlağay pambıqdan hazırlanırdı. Xeyr, az öncə biz öyrənmiş olduq ki, ipəkdən hazırlanırdı. B variantı səhvdir. Daha sonra C-yə baxırıq. 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipək medala layiq görülmüşdür. Bu ümumiyyətlə heç bir mətndə yer almamışdı bu fikir, öz təsdiqini tapmır, ona görə səhv variantdır. D-yə baxırıq, orta əsrlərdə naxışlar istehsalçının şəxsi möhürü rolunu oynayırdı. Bəli, biz öyrəndik ki, hətta istehsalçı kəlağayını öz yumruğunu boyayaraq, baxın, istehsalçı yumruğunu boyaya batırıb kəlağayının üzərinə basmaqla onun kimə məxsus olduğunu da müəyyənləşdirmək üçün bir möhür rolunu oynayırdı, belə deyək. Bəli, doğru variant D variantı oldu, hansı ki, mətndə öz əksini tapmışdır. 5-ci suala baxırıq, kəlağayının hazırlanmasında əsas material nə idi? Təbii ki, ipək idi, bu da A variantıdır, pambıq deyildi, yun deyildi, kətan deyildi, ipək idi və bu da doğru variant sayıldı. 6-cı suala baxırıq, mətni hansı sonluqla tamamlamaq olar deyir bizdən. Baxırıq, deməli, bizim mətnimiz nə ilə bitirdi? Hansı ki, bizim, deməli, 26 noyabr Azərbaycan kəlağayısı günü kimi qeyd edilməsi tarixi yəni vurğulanır və o UNESCO tərəfindən 2014-cü ildə qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən söhbət gedirdi. Baxaq görək bu mətnin sonluqlarını necə tamamlaya bilərik bu ardıcıllıqla. A variantında kəlağayın hazırlanma prosesində ən aparıcı qüvvə boyaqçı hesab olunur. Əlbəttə, bu özünü doğrultmur. B-yə baxırıq, Azərbaycan kəlağayısı incəlik və zərifliyin simvolu hesab olunurdu. Bu əvvəl giriş hissəyə uyğundur, ona görə B-ni də çıxırıq. C-yə baxırıq, bu da kəlağayın əhəmiyyətini bir daha təsdiqləyir. Bəli, o, deməli, bu doğru variant sayılmış olur. Hansı ki, biz öyrəndik ki, baxın, bu hissədə Azərbaycan kəlağayı sənəti UNESCO tərəfindən 2014-cü ildə qeyri-maddi mədəni irs siyahısına daxil edildi və ölkədə də 26 noyabr Azərbaycan kəlağayısı günü kimi qeyd edildi. Məhz bu faktla da biz C variantını yekunlaşdırıb sonluq yarada bilərik ki, bu da kəlağayın əhəmiyyətini bir daha təsdiqlədi. Yəni, artıq təsdiq olundu ki, bizim belə maddi irsimiz var. D-də baxırıq, yenə hər bölgənin kəlağayısı digərlərinə əsasən haşiyəsindəki ornamentlərə görə fərqlənir. Bu da doğru fikirdir, amma sonluğa uyğun deyildir. Bu əsas hissəyə uyğun idi. Bizə isə sonluq demişdi, ona görə də C variantı doğru variant sayılmış oldu. 7-ci suala baxırıq. Bu sənət əsəri əsasən keyfiyyətli ipəkdən hazırlanır və zəngin naxışlarla bəzədilir. Cümləsi mətnin neçənci abzasında işlənmişdir.
neçənci abzasında işlənmişdir. Deməli, bu sənət əsəri əsasən keyfiyyətli ipəkdən hazırlanırdı. Bizə lazımdır ki, materiallardan söhbət gedən bir abzas, hansı ki, deməli, onun material hazırlanması, onun deməli, baxın, ikinci abzasa baxın. Birinci abzasımız bu idi, ikinci abzasımız bu idi. Hansı ki, kəlağanın hazırlanması yüksək bacarıq tələb edirdi, səbir tələb edirdi. Həmçinin keyfiyyətli ipəkdən hazırlandı, yəni materialından. Daha sonra çox qədimdən onun ipəkçiliyin inkişafı ilə yaxından bağlı olduğunu və digər haqqında məlumat verirdi. Materiallar haqqında isə verilməsi bu ikinci abzasa uyğun gəlmiş olur. 8-ci suala baxırıq. Mətndə bəhsi keçməyən mövzu hansıdır? Baxırıq, bəhsi keçməyən mövzu hansı olduğuna, hansı ki, kəlağayının rəngləri və mənası, bu doğrudur. Kəlağayının tarixi və istehsalı, bu da doğrudur. Kəlağayının müasir istifadəsi, keçməyən, bəli, bu C variantıdır. Hansı ki, müasir deməli, kəlağayının hansı necə istifadə olunması haqqında ümumiyyətlə informasiya yoxdur, məlumat yoxdur. Elə doğru variant C variantıdır. D-yə baxırıq, kəlağayının UNESCO siyahısına daxil edilməsi, bu da öz əksini tapmışdır. 9-cu suala baxırıq, yaşlı qadınlar əsasən hansı rəngli kəlağaylara üstünlük verirdilər soruşur. Bəli, yaşlı qadınlar əsasən tünd rəngli kəlağaylara üstünlük verirdi. Parlaq rəngli gənclər idi, açıq rəngli gənclər, cavan qızlar, qarışıq rəngli, bunlar da onlara aid idi. Tünd rənglilər isə yaşlı qadınlar istifadə edirdilər əsasən. 10-cu suala baxırıq, orta əsrlərdə kəlağayının üzərində istehsalçının möhrü necə vurulurdur? Taxta ştampla, səhvdir. Yumruğunu boyaya batırmaqla. Bax, doğru variant B variantıdır. Hansı ki, biz bu mətndə bu hissəni vurğulamış olduq. Baxın, başqa rənglə edim, hansı ki, yumruğunu boyaya vuraraq istehsalçı öz möhrünü vurmuş hesab edirdir. Bəli, bu da mətn sualımızı daxil edilir. Mətni, deməli, yumruğunu boyaya batırmaqla doğru variant B variantıdır. Fırça ilə səhvdir, boyaya batırılmış barmaq izi ilə bu da səhvdir. 11-ci suala baxırıq, kəlağayının haşiyəsi necə adlanırdır? Kəlağayının haşiyəsi biz bilirik ki, deməli, necə adlanırdı? Yeləni adlanırdı haşiyəsi. Hansı ki, gəlin diqqət edək. Kəlağayının haşiyəsi onun yeləni. Baxın, haşiyəsi onun yeləni adlanırdı. Başqa sözlə onun kənarları idi. Baxın, kənarları idi ki, bu da B variantına uyğun gəlmiş olur. 12-ci suala baxırıq, hansı ki, 26 noyabr Azərbaycanda hansı gün kimi qeyd olunur? Bəli, Kəlağayı günü çox rahat bir sual idi. Mətnimizin son hissəsinə uyğun gəlmiş oldu. 13-cü suala baxırıq. 13-cü sualda deyir, Kəlağay sənətinin qorunub saxlanması üçün hansı tarixi hadisə baş vermişdir? Baxın, hansısa beynəlxalq konfrans təşkil olunması, bu səhvdir. Yeni fabrikin açılması, bu da səhvdir. Dövlət səviyyəsində sərginin keçirilməsi, bu da səhvdir. D variantla UNESCO-nun siyahısına daxil edilməsi, bəli, ən doğru variant məhz budur ki, bu da tarixi hadisə kimi yadda qalan olmuşdur. 4-cü suala baxırıq, hansı rənglərin şəfaveverici xüsusiyyətlərə malik olduğu düşünülür? Bəli, biz bunu mətn oxuyarkən yenə də vurğulamışdıq ki, hansı hissəyə aid idi? Baxın, göy, qırmızı və qızılı oxra tonlarının şəfaveverici xüsusiyyətlərə malik olduğu düşünülürdü. Baxdıq ki, göy, qırmızı və qızılı oxra. Daha doğrusu, göy, qızılı oxra və qırmızı aid idi. Bu da C variantına uyğun gəlmiş oldu. 15-ci suala baxırıq, Kəlağayının yeləni hansı naxışlarla bəzədilirdi soruşur. Həndəsi və nabati naxışlarla bəzədilirdi. Doğru variant A variantıdır. Hansı ki, biz bunu mətndə işarə etmişdik ki, Kəlağayının yeləni deməli, nəbati naxışlarla, baxın, basma şəkli üsulu və həndəsi və nabati naxışlarla bəzədilirdi. Bu da öz əksini mətnimizdə tapmışdır.
Deməli, bu da A variantına uyğun gəlir. Heyvan təsvirləri səhvdir, insan fiqurları səhvdir, təbiət təsvirləri bu da səhvdir. Doğru variant A variantı olmuş oldu. İnşallah ki, mətin sizə aydın olmuş oldu. Bura qədər sağ olun uşaqlar.